Salam, bugün sizlərə gördüyünüz bu kitabdan tarazlığa aid belə bir məsələnin izahını verəcəm. Test toplumumuzda da buna aid nümunə var, sadəcə olaraq bir ədəddir. Deməli, bizə qeyd edir ki, X-dan Y-in alınma reaksiyası izomerləşmə reaksiyasıdır. Qabın həcmi 1 litrdir, düzünə gedən reaksiyanın sürət sabiti 5, əksinə gedən reaksiyanın sürət sabiti isə 10-dur. Deməli, biz düzünə gedən reaksiyanın sürət sabitini tarazlıq sabitini tapmaq üçün istifadə edə bilərik. Bu zaman K düzü bölsək K əksə, yəni 50 bölünsün 10, alarıq 5. Deməli, bizim tarazlıq sabitimiz KT 5-ə bərabərdir. Biz də baxırıq ki, tarazlıq sabiti 1-dən böyükdür. 1-dən böyükdürsə, tarazlıq sağa, yəni məhsula, Y-in olduğu tərəfə yönələcəkdir. Reaksiyanı buradan ayrıca yazıram. X-dan Y-in alınması istiqamətinə yönələcək. Bizə də qeyd edir ki, qarışıqda 12 qram X-in Y-ə çevrilməsinə alınan tarazlıqda qarşılığın Y-in kütləsini müəyyən edin. Deməli, bunun kütləsinin 12 olduğunu bizə vurğuluyur, 12 qram olduğunu. Bunun isə nə qədər olduğunu bilmirəm. Amma tarazlığın Y-in yanına getdiyini bilirəm. Bu zaman bu A qram artdıqda, X isə A qram azalmış olacaq. Bu reaksiyanın tarazlıq sabiti düsturuna əsasən 5 bərabərdir. Yazaram nə? A bölünsün 12 minus A. Bu şəkildə həll edərəm. Çarpaz vurduqda isə alaram mən nə qiyməti? Hesablayaq buradan. 60 çıxılsın 5A bərabərdir A. 5A digər tərəfə keçdikdə 6A bərabərdir 60. A da bərabərdir olur 10. Və bizdən də Y-in kütləsini hesablamamızı istəyirdi. Y-in kütləsinə də A demişdim. A da 10, cavabımız 10.